Özünə hörmət eləyən fənlərin başında gəlir. Riyaziyyat özünə hörmət eləyən fənlərin başında gəlir. Nə deməkdir o? Məsələn, yaltaqlıq eləmir, yalan danışmır, bu günü bunu yola verək keçsin demir, güzəştə də getmir. Riyazi düşüncə tənqidi süzgəc verir bizə. Bəzi manipulyasiyalardan qoruyur riyazi düşüncə. Məsələn, tutaq ki, axşam otururuq, xəbərlərə baxırıq, xəbərlərdə eşitdik ki, xəstəlik tutaq ki, var və 100% artdı. Bir riyazi düşüncəyə malik olan insan panikaya düşməməlidir. Xəstəlik 100% artdı, ayda, nə olacaq, bizim axırımız deyilməməlidir. Riyazi düşüncəyə malik olan insan necə düşünür? Deyir ki, mənə bunun baza rəqəmini verin. Yəni, xəstə adam 1 nəfər idi, 2 nəfər oldu, yoxsa 1 milyon idi, 2 milyon oldu. Yəni, bu bizim üçün son dərəcə önəmlidir, zontikimizdir, bizi bu cür manipulyasiyalardan qoruyur. Riyaziyyat bizim həyatımızın görünməz skeletidir. Skeleti görmürük. Biz özümüzə baxanda skeletimizi görmürük, amma bədənimiz onun üzərində ayaqda durur. Riyaziyyat qaranlıq otaqda yandırılan bir işıqdır, işıq yandı. Riyaziyyat bizdə oradakı əşyaların yerini göstərir, əşyaları yaratmır. Amma hansı əşyanın harada olduğunu bizə göstərən riyaziyyatdır. Həyatımızın kompası kimidir. Yolu seçmir, amma istiqaməti doğru müəyyən edir. Hansı tərəfə dönmək lazımdır, onu bizə göstərir. Riyaziyyat okeanın altındakı cərəyanlar kimidir. Normalda biz okeanın, dənizin üstündə dalğaları görürük. Amma gəmini sağa sola üzdürən, onu doğru istiqamətə aparan və yaxud da ki, aparıb qayalığa çırpan o okeanın altındakı o cərəyanlardır. Riyaziyyat eyni zamanda şəhərin kanalizasiya sistemi kimində düşünə bilərsiniz. Normalda kanalizasiya sistemi olmasa bir şəhər ayaqda durarmı? Yox. Kanalizasiyanı heç kim sevməz. Heç kim gedib kanalizasiyanın yanında durub ona bir selfie eləməz. Amma kanalizasiya bir şəhərinin təməl sütunudur. Yəni, o olmadan bir şəhər ayaqda dura bilməz. Ümumiyyətlə, şəhər ola bilməz. Negativ düşüncələri, mənfi düşüncələri, problemli fikirləri silib süpürüb aparan bir kanalizasiya olaraq düşünün. Lomonosovun belə bir cümləsi var. Beynimizdə çoxlu fikirlər var. Bu fikirləri nizama salan sadəcə riyaziyyatdır. Beynimizdə çoxlu fikirlər var. 100 dənə fikir var. Oxumuşsunuz kitabları, 100 dənə fikir var, amma hansı doğrudur? Kim qərar verəcək? Doğruluq adlı bir şeyi nə cür hesablayacaq? Bunu bizə ancaq riyaziyyat göstərir. Zaman maşınıdır eyni zamanda. Yəni, həm gələcəyə gedir, həm də keçmişə gedir və gələcəklə keçmiş arasında bir körpü qurur.